Yarımfinal qarşılaşmalarından öncə Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev ötən ilin finalçıları, Sokarın kapitanı Ramil İsmailov, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin kapitanı Fərid Hüseynova xatirə hədiyələri təqdim edib. Ardınca Qarabağ Dirçəliş Fondunun Qarabağın Rəngləri layihəsi çərçivəsində tələbələr tərəfindən tarixi torpaqlarımızla bağlı ərsəyə gətirilən əsərlər yarımfinalda iştirak edən komandaların rəsmilərinə hədiyyə edilib. Daha sonra mübarizə start götürüb. İlk oyunda bir ekosistemi Unikapitalla üzə gəlib. Rəqib qapısından 2 cavabsız qol keçirən bir ekosistemi adını finala yazdırıb. Ardınca Azərconnect qrup və Avrora qrup kollektivləri qarşılaşıb. Maraqlı və gərgin keçən görüşün əsas vaxtı 3-3 bitdiyindən penalti seriyasına ehtiyac yaranıb. Burada daha dəqiq olan Azərconnect qrup finala vəsiqə əldə edib. Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev xeyriyyə turniri ilə bağlı fikirlərini bölüşüb. Bizi çox sevindirir ki, artıq ikinci mövsümdür ki, turnir belə bir böyük maraq doğurur. Komandalar çox yüksək səviyyədə hazırlaşırlar, gərgin mübarizə nümayiş etdirirlər və biz bugün bu turnirin yarım finalında bunun şahidi olduq. Bugün burada qarşılaşan komandalar Qarabağ Dirçəliş Fondunun ən ilk birinci donorlarından biridir. Və biz çox sevinirik ki, onlar həmin bu yolda, Qarabağın dirçəlişi yolunda bizə dəstək olurlar. Ümidvaram ki, bu turnir illər boyu davam eləyəcək və Qarabağ dirçəlişi ideyası ətrafında daha da çox şirkətləri birləşdirəcək. Qeyd edək ki, fond tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpasına və dirçəlişinə töhfə vermək məqsədi ilə bir sıra layihələr həyata keçirilir ki, Dirçəliş Kuboku xeyriyyə futbol turniri də onlardan biridir. Yarışın final görüşü iyunun 6-sında Bakı Tennis Akademiyasında keçiriləcək.